Dostlar, arxamdan da gördüyünüz kimi gəlmişik yerli şirkətlərin tanıtım sərgisinə və hazırda mərkəzinin qabağında içəri daxil oluruq. Dostlar, içəri girdik və çekinimizi etdik. Hazırda isə keçirik içəriyə doğru. Burada şirkətlərin siyahısıdır yəqin ki. İçəridə bu şəkildə insanların şəkillər çəkdirməsi üçün və ya yəqin ki, bura rəsmi görüşlər də daxildir. Hissələr var ki, biz artıq bu hissədən daxil olacağıq içəriyə. Və artıq dəhlizə daxil olduq və ilk öncə də bizi bu möhtəşəm stendlər qarşıladı və videonun ilərləyən dəqiqələrində bu stendləri bir-bir gəzib sizə hər şeyi, sərgidə olan bütün məlumatları verməyə çalışacağım maksimum dərəcədə. Bu 6-cı Azərbaycanda yerli şirkətlərin təşkil etdiyi bir sərgidir və onlar öz məhsullarını, satışlı çıxartdığı məhsulları, həmçinin digər məhsullarını burada tam olaraq sizin üçün nümayiş etdirirlər. Həmçinin müəyyən görüşlər də olurdu. Biz onların da şahidi olduq. Və burada da ilk olaraq gördüyünüz kimi Azərbaycanda xüsusi xidmət göstərən bəzi şirkətlərdən birinin stendinə yaxınlaşdıq. Burada baxın bu şəkildə ev təmiri üçün nəzərdə tutulan avadanlıqlar və müəyyən vasitələr var idi. Həmçinin digər tərəfdə, sağ tərəfdə baxdıqda biz Marsol Akademinin baxın bu şəkildə stendini gördük. Burada bir dron hazırlayırdılar. Mənim də xüsusi marağım var idi, bunlara baxdım. Biraz daha sonra gözümü daha başqa bir şey nəzərə çarptı. Bosch markasının bəzi avadanlıqları baxın bu hissədə göstərilirdi, nümayiş olunurdu və yaxınlaşdıqda onların tikinti avadanlıqları olduğu ortaya çıxdı. Müəyyən kəsici və deşici alətlər baxın bu şəkildə böyük bir stenddə sizin üçün burada sıralanmışdı. Həmçinin tikinti avadanlıqlarına bu sərgidə böyük bir önəm verilmişdi məncə. Burada da gördüyünüz kimi başqa bir böyük avadanlıq var idi. Generatorlar, mühərriklər də nümayiş olunurdu və bunlar bir deyil, iki deyil, başqa stendlərdə, başqa şirkətlərin stendlərindən də mövcud idi. Bu sərginin ən çox diqqətimi çəkən yanlarından biri də mənim təhlükəsizlik vasitələrinə verilən xüsusi önəm idi ki, təhlükəsizlik vasitələri bağlı stendlər çox idi. Baxın bu şəkildə geyimlər çox idi. Həmçinin burada müəyyən geyim firmaları var idi. Yenə də bir təhlükəsizlik stendinə yaxınlaşdıq və burada müəyyən peşə sahibləri üçün hər bir peşənin geyimləri nümayiş olunurdu. Bu şəkildə iş güvənliyinin artırılması üçün ayaqqabılar nümayiş olunurdu və gördüyünüz kimi burada mühafizəçi, tibb bacısı, hətta tikinti mühəndisləri üçün də olan ayrı-ayrı geyimlər nümayiş olunurdu. Kaskalar da var idi və bu qardaş da burada oturmuşdu. Belə bilmədim nə edirdi. Bununla da salam verdim və keçdim növbəti stendlərə doğru. Və irəliləyirəm indi stendlərin yanı ilə və bu hissəyə bayaqları nəzər keçirdik. Ona görə bu hissəni yavaş-yavaş keçirəm və qırmızı xalı ilə irəliləyirəm daha önə doğru. Burada diqqətimi bu böyük tır çəkdi ki, ilk olaraq onun doğru bir real bir tır olduğunu düşündüm. Amma sonra gördüm ki, maket imiş asıblar görə, amma yenə də çox cəlb edici dururdu və uzaqdan mənim diqqətimi cəlb edib öz yanına gətirə bildi. Tam yanında isə bu şəkildə çox böyük bir avadanlıq var idi. İlk olaraq nə üçün olduğunu başa düşmədim. Hətta eşitdikdən sonraki nədir yenə də dərk edə bilmirdim. Bu sən demə bir 3D çap üçün alət imiş. Baxın bu böyüklükdə. Gördüyünüz kimi oyuncaqları və ya digər plastik avadanlıqların çapı ilə məşğul olunmuş və hətta burada çap prosesini də bu şəkildə sizə göstərilirdi. Real bir tayında, real data ərzində. Hətta bu dəmir də azlamışdı mənim başıma düşsün. Amma son anda özümü çəkə bildim kənara və dəmir gəlib başıma düşmədi. Burada həmçinin bu avadanlıq üçün istifadə olunan müəyyən vasitələr də var idi. Daha sonra oyunlarla bağlı bir stend gördük və buraya yaxınlaşdıq. Açığı bu oyun stendlərində mövcud olan bu avadanlıqların nəyə yaradığını bilmirdim. 2 dənə uşaq var idi burada, topa vurmağa çalışırdılar. Amma yenə də düşündüm ki, Azərbaycanda futbol ilə bağlı idmana, dəvət ilə bağlı stendlər mütləq olmalıdır. İnsanların aktivliyi artırılmalıdır və ona görə də bunlara əla dedim və yola düşdüm yenidən gəzməyə. Baxın, burada sizin üçün çəkmişdim az öncə 3D yazıcı var idi. Onun bu şəkildə işləyişi idi. Baxın, bu şəkildə yuxarıdan müəyyən məlumatları götürürdü və içəridə istehsal prosesi getdikdən sonra çap olunurdu. Həmçinin çap prosesi üçün də avadanlıq bu şəkildə hazırlanmışdı. Yuxarıda xüsusi bir işarə gördüm, mənim diqqətimi cəlb etdi. Çünki İran-İsrail müharibəsinə görə bir xeyli atom bombası ilə bağlı, nüvə ilə bağlı prosesləri görmüşdük. Ona görə xəyalımdan keçdi. Daha sonra isə baxın bu şəkildə
avadanlığın arxa tərəfini də sizə göstərirəm. Burada bir su bacağı var idi. Onu da içərisini çəkdim. Dedim görüm nə var içərisində. Və yenə gəzməyə davam etdim. Və burada xüsusi stolların nümayiş olunduğu bir stend var idi. Mən bu stendi çox bəyəndim. İran şahının stollarına bənzəyirdi. Onunla üz stenddə isə xüsusi ortopedik kresloların, həmçinin stolların nümayiş olunduğu bir stend idi. Bunları da bəyəndim və birinə quş qoydum ki, onu gələcəkdə alacağam. Bu tərəfdə bizim geyim brendlərimiz var idi ki, burada geyimlər satılırdı və mən də bu qəşəng şəkildə böyle geyimləri çəkməyə çalışdım. İndi bilmədim gözəl alındı yoxsa yox və bu barədə şərh hissə buraxıram. Qəşəng bir kostyum var idi burada. Bunları da çəkəndən sonra dedim gedək biraz daha qabağa və bizim üçün sərilmiş olan xüsusi qırmızı xalı ilə irəliyə doğru iləməyə başlayırdım ki, burada yenə də böyük avadanlıqlar gördüm. Əslində tam olaraq ilk olaraq müəyyən etmədim nədir. Amma gəldim içərisində baxdım, gördüm nəyəsə mühərrikə bənzəyirdi və daha sonra mənə məlum oldu ki, bax yuxarıda gördüyünüz rəngli bacaların istehsalı üçün olan bir avadanlıq idi. Baxın bu şəkildə böyük bir avadanlıq. Bunların içərisindən o gördüyünüz bacalar və dəmir konstruksiyaları istehsal olunurdu və biraz daha onlara nəzər yetirmək üçün keçdim digər tərəfinə və burada istehsal olunan başqa dəmir konstruksiyaları nəzər saldım. Həmçinin burada bu şəkildə bir qurğu var idi. Yəqin ki, havalandırma qurğusuydu və çox gözəl görünürdü uzaqdan. Həmçinin davam etdim öz yerişimə yenidən bizim üçün sərilmiş qırmızı xalı ilə. Burada siz digər hazırlanmış məhsulları da görürsünüz və bura mənim çox diqqətimi çəkdi. Çünki xüsusi işçiliklə hazırlanmış, baxın bu şəkildə dekorativ daşlarla bəzədilmiş bir stend var idi ki, burada həmçinin bizim atalarımız olan Atatürk və cənab Heydər Əliyevin də biz orada bütünü görmüş olduq və yenidən öz yolumuza davam etməyə başladıq. Elə biraz qabağa gedən kimi artıq bizi yeni stendlər qarşılamağa başladı. Baxın burada gördüyünüz bir çox stend var ki, mənim xüsusilə diqqətimi baxın Azərbaycan Metrologiya İnstitutunun bu stendi çəkdi. Çünki universitetdə o qədər bunların avadanlığını keçmişik ki və mənim də artıq beynim onları götürmürdü. Və baxdım ki, burada xüsusi elektrik avadanlıqları üçün metroloji qurğular, digər avadanlıqlar üçün və digər nüanslar üçün qurğular var idi. Mən də onlara biraz baxdım. Daha sonra yenidən qırmızı xalı ilə irəliləməyə başladım ki, digər stendlərlə nəzər salım və burada mənim gözümü çox sevdiyim maşınlar çəkdi. Dayun brendinə məxsus və yuxarıda Hello Dayun yazılmışdı. Dayun brendinə məxsus xüsusi maşınlar var idi burada. Biz Dayun brendini əsasən motosikillərdən və mopedlərdən tanıyırdıq, amma bu dəfə maşınlarını da görmüş olduq. Açığı mən görməmişdim və onun içərisinin interyerini çəkmək üçün maşına yaxınlaşdım və sizin üçün çəkirim. Şəxsən mən çox xoşuma gəldi. Məncə çox ideal interyeri var idi. Nə dərəcədə lüks olardı bilmirəm, amma görünüşü doğrudan da ideal idi. İçərisində monitorlar böyük, çox şıq görsənirdi. Və onun yanında onun balaca qardaşı da dayanmışdı və yavaş-yavaş bu maşınları ümumi bir çəkdim ki, sizin qarşınızda görünsün. Hətta bir xanım orada şəkil çəkdirirdi və yaxınlaşıram balaca qardaşa doğru. QR kod nəyə lazım idi orada bilmirəm. QR kodu skran etməyə çalışdım, amma bir nəticə vermədi. Və balaca qardaş da doğrudan da digər qardaşına bənzəyirdi. Səhv etmirəmsə tamamilə elektriklə işləyirdilər. Bunun da interyerini sizə göstərmək istədim və bu interyeri daha sadə bir interyer idi. Hətta digər tərəfində sanki toz var idi. Amma yenə də daha sadə, daha bilinirdi ki, büdcəli bir modeldir və xüsusən də xanımlar üçün ideal bir avtomobilə bənzəyirdi. Və yenidən mən davam etdim burada yeriməyə qırmızı xalı ilə ki, digər sərgidəki stendlərə də nəzər salım və mənim diqqətimi Slavyanka çəkdi. Slavyanka nə dərəcədə məşhurdur, bunu hamımız bilirik. Niyə bu yerli şirkətlərin tanıtım sərgisində var, onu bilmədim. Onsuz hər kəs onları tanıyır. Burada onların tanınmağa ehtiyacı yox idi və dedim, davam etdim növbəti stendlərə nəzər salmağa və mənim nəzərimi burada Okmedia çəkdi. Çünki bunları Instagram və sosial şəbəkələrdə xeylim görmüşdüm. Hətta bir dəfə CV də atmışdım. Amma mənə cavab gəlməmişdi, təəssüf ki. Və burada bir toplantının, yəni görüşün getdiyini gördüm ki, burada müxtəlif avadanlıqlar var idi. Onları da zoom etdim ki, siz də baxasınız. Yəqin ki, təhlükəsizliklə bağlı, evlərin, ofislərin təhlükəsizliklə bağlı avadanlıqlar idi və xüsusən diqqətimi baxın bu stend çəkdi. Bu stenddə tamamilə əl ilə hazırlanmış
zinət əşyaları və müvafiq əşyalar mövcud idi. Baxın bu şəkildə sırğalar var idi. Həmçinin müəyyən suvenirlər də baxın burada tamamilə əllə düzəldilmiş görünürdü və ya xüsusi aparatla yığılmışdı. Həmçinin müəyyən ətirlər və yağlar da burada gördüm. Aşağıda da gördüyünüz kimi yenidən əllə hazırlanmış müəyyən vasitələr mövcud idi və mən bu stendin kənarından dolaşdım ki, sizin üçün daha çox məhsulu burada çəkə bildim. Çünki doğrudan da çox maraqlı bir stend idi. Baxın gördüyünüz kimi Azərbaycan atributları ilə bəzədilmiş xüsusi suvenirlər var idi. Həmçinin yuxarıda çox böyük ölçüdə zinət əşyaları da var idi. Baxın bu gördüyünüz nərd taxtası Rusiyada zindanda istehsal olunub və doğrudan da qiymətli baha idi və çox ideal görünürdü. Parlaqlığı uzaqdan insanın gözünü qamaşdırırdı. Burada isə yenidən ev üçün olan müəyyən avadanlıqlar, kamera sistemləri və sensor sistemləri yer alırdı. Bunların da hər birini bu şəkildə burada çəkdim və kameraların görüntülərini burada görürsünüz. Yəqin ki, insanların üzünü baxın bu şəkildə monitorda göstərirdi. Burada da kameraları daha yaxından sizin üçün çəkdim ki, hansı növ kameraların olduğunu görəsiniz və doğrudan evlərdə quraşdırılsa ideal nəticə verərdi. Və yenə təhlükəsizliklə bağlı bəzi vasitələr, baxın əleyh qaz və ya xüsusi vasitələr var idi burada. Başa taxmaq üçün qulaqlıqlar var idi. Və bundan əlavə bu hissədə mən tam olaraq anlamadım nə getdiyini. Hava boşaldırdılar. Yəqin ki, bu şirkət kompressorlar və xüsusi hava qurğuları satırdı və mən qurğudan da başa düşdüyüm qədərilə biraz onlara da baxdım və davam etdim yenidən qırmızı xalı ilə gəzməyə. Bax, bura çox diqqətimi çəkdi. Çünki mən ilk dəfədir ki, bu böyüklükdə fırçalar görürdüm. Əslində ilk baxanda bunların fırça olduğunu belə anlamadım. Amma daha sonra daha kiçik hissələrinə baxanda burada bunların fırça, yəni el arasında paçenik dediyimiz vasitələr olduğunu gördüm və yenidən yaxınlaşdım ki, daha böyüklərin sizin üçün çəkə bileyim. Baxın gördüyünüz kimi ən kiçiyindən böyüyünə doğru və burada nəhəng ölçüdə olan yuvaların fırçaları biz görmüş olduq. Doğrudan çox yaxşı görünürdü və uzaqdan insanı cəlb edirdi. Yenə xalça ilə irəliləməyə başladıq və qırmızı xaldan keçdik yerli xalçalara. Çünki burada bir xalça şirkəti var idi ki, öz xalçalarını burada nümayiş etdirirdi. Əsasən çox da yerli naxışlara bənzəməsə də yenə də çox ideal və gözəl görünürdü. Baxın burada bu şəkildə bütün xalçaları baxın görə bilərsiniz. Kavrolin Az yazılmışdı. Yəqin ki, şirkət adı budur. Və xalçalara biraz nəzər saldıq. Keçdik yenidən qabaq hissələrə baxmağa. Doğrudan da sıxlıq çox idi. İnsanlar xeylim gəlmişdi. Burada bir stend görürsünüz. Tamamilə əl işləri ilə hazırlanmış gözəl çantalar vardı. Mən çox bəyəndim xüsusən bu çantaları. İşləmələr çox ideal görünürdü. Həmçinin burada aşağıda başqa tip çantalar da var idi və uzaqdan da gördüyünüz kimi burada hədiyyə üçün xüsusi avadanlıqlar, xüsusi paketlər vardı ki, onların da naxışları çox ideal görünürdü. Hətta burada kiçik hədiyyələrin qorunması üçün qablar da mövcud idi və burada çox möhtəşəm bir bina gördüm. Kral SR Construction yazılmışdı üzərində. Bilmədim ki, icra olunub yoxsa yox, amma icra olunsa çox əla bir proyekt olardı və onu bu şəkildə baxın sizə göstərirəm. Çox ideal bir proyektdir və insanın gözünü oxşuyur. Uzaqdan da məni cəlb etmişdi və buraya qədər gətirməyə bacarmışdı. Amma bundan başqa da stendlərdə müəyyən proyektlər vardı ki, onları da irəliləyən zamanlarda sizə göstərəcəm. Burada isə yenidən binaların və evlərin təhlükəsizlik sistemləri üçün olan, baxın bu şəkildə liftlərdə və ya qapılarda quraşdırıla bilən qurğular var idi ki, biz burada bunları görürük. Hətta siz üçün zoom elədim, bu şəkildə onları da görəsiniz. Bura isə bir çoxumuzun tanıdığı Texnogaleridir və burada möhtəşəm bir sistem var idi. Çox görünüşcə əla var idi, görsənirdi və insanı doğrudan da cəlb edirdi. Uzaqdan da yığılmış bir sistem blokuna yaxınlaşdım. Bu da bir əla sistem idi, amma təbii ki, az öncəkindən daha az cəlb edici idi. Çünki az öncəki xüsusi futuristik dizaynda yığılmışdı məncə. Bura isə xanımlarımızın məncə çox xoşuna gələcək bir stendidir. Çünki burada bütün mətbəx avadanlıqları sıralanmışdı bu şəkildə. Baxın, ütülər var idi, müəyyən rənglərdə, müəyyən funksiyalarda. Mən elə bildim bu Dyson-da, amma Dyson deyilmiş. Amma yenə də başqa bir birində məxsus, xüsusi toz-soğan idi. Burada gördüyünüz kimi xüsusi mətbəx avadanlıqları var idi və qarışdırıcı, ət çəkən maşınlar, həmçinin müəyyən çaydanlar da mövcud idi. Və bu stenddə də düşündüm ki, xanımlar üçün çox önəmli avadanlıqlar ola bilər və xanımlar orada çox idi. Bu konteyner isə mənim çox diqqətimi çəkdi. Şirkətin adına uyğun olaraq baxın,
bu konteynerlar üzərində qurulmuş bir ofis idi və bunu sərginin ortasında qurmuşdular. Hətta yaxınlaşıb içərisində görə bilərsiniz, çox ideal görsənirdi və konteyner şirkəti konteynerlardan qurmuşdu. Bu isə Ulduz brendinin stendidir və doğrudan da burada tamamilə şirin, müəyyən wafflelar, həmçinin müəyyən konfetlər və şokoladlar vardı və mənim xüsusi diqqətimi hər bir azərbaycanlının marketlərdə gördüyü, xüsusən də Oba və Araz market şəbəkəsindəki o möhtəşəm konfet bizi qarşıladı. Onu da çəkdim və yenidən Ulduz stendinə baxıb başladım digər stendlərə doğru getməyə və bu möhtəşəm layihə yenə mənim diqqətimi çəkməyə bacardı və düşünürəm ki, bilmirəm layihə nə dərəcədə icra olunub yoxsa yox, amma doğrudan da çox möhtəşəm görünürdü. Həm park hissəsi, həm həyətindəki xüsusi avadanlıqlar və xüsusi quruluş, həm də binanın öz dizaynı mənim çox xoşuma gəlmişdi. Yaxınlaşdım digər binaya, çünki burada ikinci bir layihə də var idi. Bu da çox ideal şəkildə dizayn olunmuşdu. Baxmayaraq ki, Azərbaycanda futbolçu yoxdur. Bu bina nəzərə almışdı ki, insanlar və uşaqlar futbol stadionunda futbol oynayıb Mahir Emreli kimi xüsusi futbolçular yetişdirə biləcəklər və burada da onların xüsusi broşurlarını gördük. Davam edirdik gəzməyə. Baxın, yenə rəngli və işıqlı bir yerə gəldik, çıxdıq. Burada xüsusi güzgülər vardı. İstədim güzgülərdə özümü çəkim, sadəcə arxadan işıq düşürdü deyə çox ideal olmadı bəzən, amma bəzi güzgülərdə çəkməyi bacardım. Çox əla görünürdü, xüsusən kənd həyatını mənə xatırlatdı. Nənəmin evində gördüyüm o möhtəşəm naxışlı güzgülərə bənzədi. Həmçinin burada müxtəlif atributlar da vardı ki, bunlar da Azərbaycanı müəyyən qədər simvolizə edirdi. Elə Azərbaycan demişkən də burada biz bayraqları gördük və həmin bayraqlara yaxınlaşdım. Xüsusən də Azərbaycan bayraqlarının müxtəlif növləri vardı ki, qurumlara məxsus olanlar. Həmçinin Turan birliyinə məxsus bir çox ölkənin həm bayraqları da burada sərgilənirdi və burada həm kiçik, həm də böyük ölçüdə var idi. Sonra yaxınlaşdım yenə bu stenda və burada özümü qəşəng şəkildə burada çəkdim ki, sizə özümü göstərim və sizi buradan salamlayım. Daha sonra başqa bir güzgü hissəsinə yaxınlaşdıq. Burada da tam olaraq güzgülər nümayiş olunurdu. Daha doğrusu mənə yerli naxışlar daha yaxşı gəlirdi, amma bunu da bəyəndim. Xüsusi modern və çox texnolojik görünürdü. Həmçinin burada da müəyyən naxışlar vurulmuşdu. Yenə də bir təhlükəsizlik vasitələrinin satıldığı stenda yaxınlaşdıq və bu stenddə də gördüyünüz kimi bu şəkildə təhlükəsizlik vasitələri, həmçinin yüksəkdən sallanmaq və hündürlükdə iş üçün lazım olan müəyyən vasitələr baxın bu şəkildə satılırdı. İnşaat MS yazılmışdı üzərində şirkətin. Yəqin ki, onlar insanların təhlükəsizliyini xüsusi nəzərə almağı bacarırlar. Həmçinin stendlərdə mebellər və dekorativ ev bəzəyi üçün əşyalar da var idi. Gəldim, acımışdım, gəldim Əhməd Şirniyyat evinə. Və burada Şəki paxlavası mənim xüsusilə diqqətimi çəkdi. Amma şəkərə yox dediyim üçün avardan istifadə etmədim və hər birimizin dişinin dibinə ilişən o möhtəşəm konfetləri də sizin üçün çəkdim və yaxınlaşdım ki, bu şəkildə də bunları görəsiniz. Daha sonra yenə Nənənin bağçası adlı bir stenda yaxınlaşdım. Xüsusən də bu söz mənim diqqətimi çəkdi və buraya yaxınlaşdım. Burada səhv etmirəmsə xüsusi mürəbbələr və cemlər mövcud idi. Onlar həm bankalarda mövcud idi və satılırdılar. Siz buradan onları müxtəlif cür əldə edə bilərdiniz. Burada da gördüyünüz kimi sizin üçün bir-bir aşağıya doğru bunları sıralamağa çalışdım. Burada isə gördüyünüz kimi Barcelona loqosu var idi və uzaqdan mənim diqqətimi çəkdi, yaxınlaşdım və mühərrik yağlarının satışı üçün bir şirkət olduğunu gördüm. Daha sonra orada bir maşın motoru qoyulmuşdu və motorun içərisinə səhv etmirəmsə yağ verilirdi. Bu şəkildə bunu da sizin üçün çəkdim. Deyəsən V6 motoru idi, tam olaraq dəqiq baxmadım və sonra yenidən yoluma davam etməyə başladım. Baxın bu hissədə sizin üçün yenidən xallarla gəzirəm ki, stendlərin hamısını göstərim. Yenə şirniyyatlar diqqətimi çəkir, amma yadıma düşür ki, mən şəkər istifadə etməməyə çalışıram. Ona görə də yenə artıq müxtəlif yeyinti vasitələri qabağıma çıxır və hazırda günortada olduğu üçün video çəkən zaman acımışdım biraz. Ona görə də yeməklərin bu şəkildə qabağıma çıxması açığı mənə biraz pis təsir edirdi. Çünki orada bu yeməklərdən datsaydım evə şəkər olub gələcəkdim. Ona görə də başladım başqa stendlərə doğru irəliləməyə və yoluma baxın bu şəkildə davam etməyə. Burada hidrolik müəyyən avadanlıqlar sərgilənirdi. Ora baxdım. Xüsusən burada çəkməyə çalışdım. Müəyyən vasitələri, bu şirkətlər mənim diqqətimi çox çəkmədi. Çünki mənim təbii ki, maraq dairəm fərqlidir, amma sizin üçün çəkməyə çalışdım. Burada təkcə müəyyən vasitə istehsalçıları yox, həm də
müəyyən akademiyalar və təhsil şirkətləri, həmçinin müəyyən texnologiya şirkətləri də vardı. Baxın, bu şəkildə böyük bir avadanlıq gördüm ki, çox güman ki, bu avadanlıq başa düşdüyüm qədərilə dəmir kəsimi və müəyyən dəmirlərin işlənməsi ilə bağlı bir avadanlıq idi. Videoda nə qədər böyük görsəndiyini deyə bilmərəm, amma bir insan ilə müqayisəsinə baxa bilərsiniz. Doğrudan da uzaqdan sizin üçün çəkirəm və baxın, bu şəkildə görünür sizin üçün. Və burada bir monitor var idi. Bu monitorda mən bunun xüsusi məlumatlarını gördüm, amma təbii ki, heç nə başa düşmədim. Xüsusi olaraq hazırlanmışdı və baxın, bu şəkildə dəmir, yəqin ki, dəmir lövhələr bunun içərisində hazırlanırdı. Burada yenə də təhlükəsizliklə bağlı, iş təhlükəsizliyinə əlaqədar vasitələr və geyimlər satılırdı, kaskalar var idi. Artıq o qədər görmüşdüm ki, artıq görmək istəmirdim və Saat Store'un burada bir stendini gördüm. Saatları baxın, bu şəkildə sizin üçün çəkməyə çalışdım. Normal Saat Store mağazalarında bunları görə bilərdiniz məncə. Və yenə yoluma davam etməyə çalışırdım ki, yolda avtomatik olaraq mənim başqa bir stend diqqətimi çəkdi. Çünki burada geyimlər var idi, ayaqqabılar var idi. Bu şəkildə də güzgüdə özümü yenidən çəkdim. Çünki mən naxışlı güzgüləri çox sevirəm. Həmçinin kostyumlar da çox ideal görsənirdi əslində. Müəyyən ayaqqabılar, həmçinin köynəklər də burada nümayiş olunurdu. Qalstuklar var idi və bu başıboş qaqaşlar bir qalstuk geymişdi. Çox xoşuma gəldi və Mopedo aza yaxınlaşdıq ki, burada doğrudan da çox ideal bir moped var idi. Hətta mən son aylar mopedləri çox sevməyə başlamışdım və tərəfdarıyam ki, Azərbaycanda mopedlərdən, xüsusən də İçəri şəhər bölgəsində şəhərin mərkəzində çox istifadə olunsun, çox əla görünürdü. Həmçinin müəyyən kaskların satışı da var idi. Baxın, burada həmin bayaq sizə nümayiş etdirdiyim 3D yazıcı tərəfindən, bu böyük aparat tərəfindən istehsal olunan müəyyən avadanlıqlar yenidən gördüm. Həmçinin burada müəyyən qapı sistemləri, qapı kilidləri, ağıllı ev sistemləri olan bir sistemdə də yaxınlaşdım. InnoHome yazılmışdı. Yuxarıda da qeyd olunmuşdu ki, ağıllı ev sistemlərinin satışı ilə məşğuldur. Arxada isə iTech var idi və burada ağıllı ev sistemləri əlaqəsi olduğunu düşündüm, amma əsasən ev telefonlarına bənzər xüsusi telefonları gördüm burada. Tam bir məna çıxarda bilmədim. Ola bilər ki, səhv düşünürəm, tamamilə başqa məqsədlər üçündür. Amma yenə də ağıllı ev sistemlərinə düşünürəm ki, aid edilə bilərlər. Burada isə çox əjdaha bir narıncı rəng gördüm və yaxınlaşdım. Sən demə, bu Lamborghini Huracan imiş və mən artıq şok olmuşdum. Bunu burada görəcəyimi heç düşünmürdüm və yaxınlaşdım ona. Onu tam olaraq sizin üçün çəkməyə çalışdım ki, görməyənlər də görər, amma son vaxtlar Bakı o qədərcə inkişaf edib ki, artıq Lamborghini Bakıda görmək çox adi bir hal alıb. Normal 07-06 Mercedes görməyə bənzəyir. Artıq Lamborghinilərin sayı da çoxalıb. Bu hissədə isə yenidən müəyyən vasitələr və avadanlıqlar nümayiş olunurdu. Baxın, gördüyünüz kimi müəyyən kamera sistemləri, sensor sistemləri və burada böyük bir lövhə var idi və mən bu lövhədə müəyyən yazıların yazıldığını gördüm. Cəhd elədim ki, mən də sizə buradan bir mesaj verim. Və təbii ki, bizi izləməyi unutmayın. Mən sizə bu şəkildə xeyirli və maarifləndirici videolar çəkmək üçün çalışıram və bizi izləməklə siz Azərbaycandakı düşük kontentin qabağını ala bilərsiniz. Və təbii ki, yazdığımızı sonra sildi, çünki bura ümumi hər kəsin gördüyü bir stendidir. Belə dostlar, bugünkü videomuzun da nəhayət sonuna gəlib çatdıq. Sizi bu videonu bəyənməyi və bizi izləməyi qətiyyən unutmayın. Bu kimi videoların davamı üçün, həmçinin mənə dəstək olmaq adına. Və bu sərgidə də gördük ki, Azərbaycanda yerli şirkətlərin potensialı böyükdür, amma daha da inkişaf etmək lazımdır və qonşu ölkələrdən daha da irəli keçmək lazımdır. Ona görə də inkişafı əldən vermək olmaz. İndilik isə sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.